Təxminən bir ay idi ki, boğaz ağrılarım məni çox narahat eləyirdi. Söhbət sadə bir soyuq dəymədən getmir. Yəni nə qədər təbii dərman və yaxud da həkimin yazdığı lor həkiminə getmişdim bu arada. İçdiyim dərmanlar heç nə mənə kömək eləmirdi və ağrı daha da şiddətlənirdi. Və boğazımda iltihab getdiyini hiss eləyirdim. Sonra mənə Livgudun Faktor 4 adlı məhsulunu tövsiyə etdilər. Tövsiyə edəndə düzü elə öz anam idi. Amma əvvəllər tərəddüd edirdim ki, bu Faktor 4 nə dərəcədə kömək edə bilər. Çünki mən bu barədə düzü eşitmişdim. Amma davamlı içmədiyim üçün bəzən içirdim, bir dənə içirdim, bir neçə gün sonra bir dənə içirdim. Elə bilirdim ki, bu heç nəyə təsir eləmir. Amma artıq bir aydan çoxdur bu əziyyət verdiyi üçün ağrılar. Mən qərara aldım ki, eyb yoxdur. Anamın tövsiyəsinə qulaq asım və içim. Və sadəcə 2 gün gündə 6 kapsul içdim və bu bir aydan çox məni narahat edən ağrı tamamilə getdi. Və hiss elədim ki, artıq boğazımda iltihab qalmayıb. Bu reklam deyil, mən Livgudun əməkdaşı da deyiləm. Sadəcə bununla bağlı nəyə görə paylaşım etmək qərarına gəldim. Çünki bilirəm ki, son zamanlarda boğaz ağrısından əziyyət çəkən insanlar çoxdur, virus çox yayılıbdır və antibiotiklər, müxtəlif preparatlardan istifadə edən insanlar bunun təsirini ya çox gec görürlər, ya da ümumiyyətlə görmürlər mənim kimi. Ona görə də bu mövzuya toxunmaq istədim və bilmirəm kim necə düşünür, amma mənim üçün bu çox böyük dəyişiklik idi. Səmimi deyirəm ki, ilk dəfədir ki, bir əlavənin bu qədər tez effekt verdiyini görürəm. Təbii ki, hər kəsin orqanizmi fərqlidir, amma mən öz təcrübəmi bölüşmək istədim. Təşəkkür edirəm Livguda.